Aynisin Qarabağ bürosu isə xəbər verir ki, bu gecə cəbhə xəttində ağır döyüşlər gedib. 5 saat davam edən ağır döyüşlərdə həm Ermənistan, həm də Azərbaycan tərəfinin itki verdiyi bildirilir. Qarşı tərəfin hücumunu dəf edərkən Azərbaycan ordusunun hərbiçisi Mübariz Ağakərimoğlu İbrahimov döyüş rəşadəti nümayiş etdirərək şəhid olub. Bugün Azərbaycanın qəhrəmanlıq tarixində yeni bir səhifə açan milli qəhrəman Gizir Mübariz İbrahimovun şəhadətə qovuşduğu gündür. Mübariz İbrahimov düşmənə elə bir zərbə vurdu ki, sonradan sorağı ölkə hüdudlarını aşdı, qəhrəmanlığı dillərə dastan oldu. O, 2010-cu il iyunun 18-də gecə tək başına iki ordu arasındakı 1 kilometrlik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əskər və zabitini gözlənilmiş həmlə ilə tərki silah etdi. Sonra isə düşmənin silahlarını elə özlərinə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşdü. Düşməni ağır itkilərə məruz qoyaraq şəhadətə ucaldı. Ancaq onun nəşinin düşmən tərəfindən alınması bir neçə aydan sonra mümkün oldu. Mübariz İbrahimov 2010-cu il noyabrın 7-sində Bakıdakı 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb. Bugün onun şəhid olduğu post da azaddır. Həmin postda Azərbaycan bayrağı qürurla dalğalanır. Mübariz yaxşı bilirdi ki, o döyüşdən o sağ-salamat çıxa bilməyəcək.